Salam cənab treyderlər və investorlar. Məlumat və analitik xidmət əlaqədədir System Guru Markets. Şirkət haqqında ümumi məlumatlardan başlayaq. Biraz daha hər bir göstəricini daha ətraflı nəzərdən keçirəcəyik. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Öyrənilən şirkətin bütün göstəricilərinə daha ətraflı baxmağı təklif edirik. Biz sizinlə şirkətin cari performans göstəricilərini təhlil edəcəyik. Snowflake Inc. Ticker SNO. Bu baxış 23 may 2025-ci il tarifinə olan məlumatlardan istifadə etməklə edilib. Təsnifata görə Guru Markets şirkət Snowflake Inc. alt kateqoriyaya aiddir. Soft infrastrukturu müqayisədə 34 şirkət iştirak edir və bu kifayət qədər reprezentativdir. Sözü gedən şirkət üçün ümumi nəticə belədir: 10 baldan -7,5. Alt kateqoriya üçün orta xal 0 bal. Bütövlükdə ABŞ fond bazarına geniş baxsaq. Bütövlükdə birja üzrə orta balın 1,9 bal olduğunu görə bilərik. Şirkətin -7,5 bal reytinginə qarşı Snowflake Inc. Şirkətin səhmlərinin qiymətinin hərəkətini müqayisə etməklə Snowflake Inc. və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda səhmlərin olduğunu görə bilərik. Snowflake Inc. %23,3 dəyişiklik göstərdi. 21,2% alt kateqoriyada qiymət dəyişikliklərinin əleyhinədir. Şirkətin bazar kapitallaşması Snowflake Inc. 67,78 milyard dollar təşkil edir. Və alt kateqoriyanın bazar kapitallaşması 1,73 milyard dollardır. Snowflake Inc. 6,318% təşkil edir və alt kateqoriyada orta şirkətlərdən biridir. Şirkətin balans dəyəri 2,97 milyard dollardır. 118 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə Snowflake Inc. 2,511% təşkil edir. Bazar və balans dəyərinin paylarını müqayisə etdikdə aşağıdakıları görürük. İşğal olunmuş pay Snowflake Inc. alt kateqoriyada bazar kapitallaşması qiymətləndirildikdə 6,318% təşkil edir. Balans dəyərinin kapitallaşması 2,511% təşkil edir. Bu da bazar dəyər payından 60% azdır. Alt kateqoriyada şirkətin bazar payının və balans dəyərinin qiymətləndirilməsi pis, -1 bal. Təhlil edilən şirkətin 3,325 milyard dollar borcu var. Kapitallaşma üzrə maliyyə öhdəlikləri şirkətin kapitalının 112%-ni təşkil edir. Şirkətin borc reytingi pis, -1 bal. Şirkətin birja dəyərinin mənfəətinə nisbəti 0-dır. 40,6 alt kateqoriyada orta göstərici ilə bu alt kateqoriyadakı orta göstəricidən xeyli pisdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə səhm qiymətinin qazanc nisbətinin reytingi çox pis, -2 bal. Son 12 ayda mənfəət -1,399 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəətin 516 milyon dollar olacağı proqnozlaşdırılır. Bu, indikindən 63,1% azdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi keçərli 0 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 17,7-dir. Alt kateqoriya üzrə orta göstərici 3,3 təşkil edir ki, bu da alt kateqoriya üzrə orta göstəricidən 436% yüksəkdir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bazar dəyərinin gəlir nisbətinin qiymətləndirilməsi pis, -1 bal. Son 12 ayda gəlir 3,840 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Və bu şirkət üçün pisdir.
Gözlənilən gələcək satış rəqəmlərinin alt kateqoriyadakı rəqəmlərlə müqayisədə qiymətləndirilməsi, pis, -1 bal. Marjinallıq -36,4%-dir, alt kateqoriya üzrə orta hesabla 8,2%-dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 44,6% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi, keçərli, -0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 0,961% təşkil edir. Bu, bazar kapitallaşma payından 557% azdır. Təşkilatın bir işçisinə düşən kapitalın miqdarı $8,653,000-dır. Və alt kateqoriya üçün $1,316,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 557,5% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bir işçiyə düşən bazar kapitalının qiymətləndirilməsi, keçərli, 0 bal. Bir işçiyə düşən mənfəət $178,500,000-dır. Alt kateqoriya orta, 32,400. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 451% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi, TOLET, -0,5 bal. Təşkilatın bir işçiyə düşən gəliri $490,000-dır. Alt kateqoriyada $395,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 24%-dir. Alt kateqoriya göstəriciləri ilə müqayisədə bir işçinin reytinqi üzrə satış, keçərli, -0,5 bal. Satışa çıxarılan səhmlərin payı 3%, alt kateqoriya üzrə orta hesabla 3,2% təşkil edir. Bu mümkün qısa sıxılmanın göstəricisidir. Texniki göstərici RASI 14 şirkət üçün %80 səviyyəsini göstərir. Snowflake Inc. Alt kateqoriyada RSI səviyyəsi 14, təxminən 61%-dir. Şirkətin hazırki səhmlərinin dəyəri təxminən $203. Şirkətin səhmləri üçün konsensus qiymət təxmini təxminən $219. Cari təxminlə konsensus proqnozu arasındakı fərq təxminən 8%-dir. Sizin üçün mövcud olan sifarişlər cədvəlinə baxaq, bağlanmış şərhdəki keçid. Sifariş cədvəlində bu mövsüm reytinq istinad sistemi tərəfindən qəbul edilmiş bütün ictimaiyyət tərəfindən qəbul edilmiş qərarlar var. Guru, Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Şirkətin səhmlərinin qiymətləndirilməsi nəticəsində Snowflake Inc. Yardım sistemi Guru, Markets qərar qəbul edilib. Sövdələşməni açmayın, çünki bu video baxışdır. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün tamaşaçılara təşəkkür edirik. Guru, Markets. Siz həqiqətən bütün planetin ən yaxşı tamaşaçısınız.